Prezident İlham Əliyevin tapşırığına əsasən İrana ikinci dəfə humanitar yardım göndərilib. Bu partiyada göndərilən yardıma dərman vasitələri, tibbi ləvazimatlar, gündəlik tələbat malları, eyni zamanda Novruz sovqatları daxildir. Göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları bugün saat 14-də Cənub Astara dövlət sərhəddindən buraxılış məntəqəsini keçərək qonşu ölkəyə yola salınıb. Azərbaycan Respublikasının prezidentinin tapşırığına əsasən İran İslam Respublikasına növbəti humanitar yardım yola salınır. Hal-hazırda yola salınan humanitar yardım 5 maşından ümumiyyətcə 82 tondan ibarətdir. İrana çatdırılacaq humanitar yardım səhər saatlarında Bakıdan yola salındı. Yardım Prezident İlham Əliyev və Məsud Pezeşkiyan arasında martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Bu dəfəki humanitar yardıma ümumi həcmi 80 ton olmaqla 5 tır yük yola salınır. Bu yüklərin içərisində müxtəlif adda dərman vasitələri, tibbi ləvazimatlar, ərzaq məhsulları və eyni zamanda Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycan İran xalqına Novruz sovqatları, ərzaqları da göndərir. Bunun 76 tonu ərzaq və qida məhsulları, 4 tonu dərman vasitələri və 2 tonu isə tibbi ləvazimatlardır. Onu da bildirək ki, bu addım bölgədə humanitar vəziyyətin yaxşılaşdırılmasına dəstək məqsədi ilə göndərilir. Yola salmada iştirak edən İranın Azərbaycandakı səfiri Müçtəba Dəmirçulu göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycan İrana humanitar yardım göndərən ilk ölkə olub və bu addım iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Mən bu fürsətdən istifadə edib Azərbaycan hökumətinə və Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm ki, belənçi şəraitdə İrana fikir verib və İranda yaşayan bacı qardaşlarına kömək göstərirlər. Bilirsiniz ki, indi biz Novruz bayramı ərəfəsindəyik və oruçluq bayramı ərəfəsində belənçi şəraitdə bu xoş niyyət və bu çox müsbət addım İran tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Qeyd edək ki, bundan əvvəlki Azərbaycandan İrana ilk humanitar yardım martın 10-da yola salınıb. Humanitar yardımın tərkibində 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar olub. Qeyd edək ki, göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Nazirlər Kabineti aparatının, Xarici İşlər Nazirliyinin, Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasından səfərə yola düşüblər. Rəşad Vəkiloğlu, Bəkir Həkimov, Space xəbər.